Xaçmaz rayonunun Dədəlli kəndi zəngin adət-ənənələri, öz ziyalıları və vətənə sədaqətli oğulları ilə tanınan kəndlərimizdəndir. Heç təsadüfi deyildir ki, bu kənd 1-ci və 2-ci Qarabağ müharibəsində vətən uğrunda döyüşlərdə 4 qəhrəman övladını şəhid vermişdir. Onlardan biri də işsiz qəhrəman Həsrətov Bahadur İkramoğludur. İşsiz qəhrəman ona görə söylədim ki, Bahadur da işıqlıq illərini bizlər kimi Dədəlli kəndinin saf havasında, bizlər kimi Dədəlli məktəbinin işıqlı siniflərində təhsil alaraq keçirdi. Müəllimlərinin sevgisini, dostlarının hörmətini qazandı. Öz mehribançılığı və səmimiliyi ilə onu tanıyanların yaddaşında iz qoydu. Məktəbi bitirdikdən sonra Bahadur keçmiş Sovet ordusunda hərbi xidmət keçmişdir. Onun hərbi xidmətini başa vurub qayıtması 1991-92-ci illərə təsadüf edirdi. 1991-ci ildə yenicə müstəqilliyini bəyan etmiş ölkəmiz başda oturan səriştəsiz hakimiyyət və naxələf mənfur qonşularımız tərəfindən elan olunmamış müharibəyə sövq edilməyimiz, bir-birinin ardınca itirilən torpaqlarımız. Cəmisi 21 yaşı olan gənc Bahadur bunları görürdü. Çıxış yolunu vətən gərəkli olduğunu düşünməkdə gördü və milli ordu sıralarına yazıldı. Döyüş yolu Bahadurun həyatının şərəfli səhifəsinə çevrildi. O mərdliyi, sədaqəti və igidliyi ilə tanındı. Döyüş yoldaşlarının yaddaşında həmişə arxalanılan, güvənilən bir dost kimi qaldı. Ağdam, Füzuli rayonlarının kəndlərinin müdafiəsində düşmənə qarşı mərdliklə vuruşurdu. Keçmiş Sovet ordusunda xidmət etməsi səbəbindən Bahadur silah və sursatlarla çox rahat davranırdı. O, yaxşı taktiki hazırlığı əskər idi. Təsadüfi deyildi ki, Bahaduru artıq kəşfiyyat bölüyünə seçmişdilər və onu manqa komandiri qoymuşdular. Bahadurun dəstəsi bir neçə döyüş və kəşfiyyat tapşırığının öhdəsindən məharətlə gəlmişdi. 1993-cü il aprelin 26-sı Füzuli rayonunun Qacar kəndi ərazisində növbəti döyüş tapşırığından qayıdan Bahadurgilin dəstəsi ermənilərin bastırmış olduqları minaya düşürlər. Yoldaşlarından 3 nəfəri nisbətən yüngül yaralanır, ərazini tərk edə bilirlər. Bahadur isə ağır yaralanaraq şəhid düşür. Ertəsi gün bir neçə yoldaşı həmin əraziyə gəlirlər. Onun nəşini ərazidən çıxarsınlar deyə. Lakin nə qədər axtarsalar da onu tapmırlar. Onun taliyi sükutla örtülsə də, adı xalqın yaddaşında, kəndin tarixində, Azərbaycan torpağının ruhunda əbədi yaşayır. Bugün doğum günündə biz onu hörmətlə yad edirik. İşsiz qəhrəman. Ona görə demişdim ki, bir məzarı da yoxdur ki Bahadurun. Bugün ziyarətinə gedəydik. Amma onun xatirəsi hardasa bir şamın işığında, tərəfindən yazılmış, lakin ünvana çatmamış bir məktubun yolçuluğunda, oxuduğu məktəbin divarlarında, lap elə bu şəhidlər xatirə kompleksindəki şəkildə yaşayır. Əziz Bahadur, sən, səni tanıyanların xatirələrində həmişə yaşayacaqsan.